Adı perçemi elini ucatmışık biz. Mektebinde izzet kazanmışık biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Bəhsimiz ümum və xüsusdaydı. Bir neçə cümlə oxuduq, gəldik təqsimul amda qaldıq, düzdür? Təqsimul am yanqasimul am ilə əqsamin thalathə. Buyurur ki, üsul alimləri buyururlar, təbii ki, əsl dil qanunlarından götürülür, amma üsulda daha çox istifadə edirlər. Deyirlər, ümum üç cürdür. Ümum istiğraqi vardı, ümum məcmui vardı və ümum bədəli vardı. Nə deməkdir bunlar? Yəni, əgərsə hökm bütün fərdlərə aiddir, amma fərd hamısına ayrı-ayrılıqda. Deyirəm, məsələn, fərzən deyək ki, əkrim kulləl uləma. Yəni, hər bir alim hörmət elə. Elədir. Buna deyirlər, ümum istiğraqi. İstiğraqi yəni yayılıb hamısına bərabər şəkildə. Fərd hamısının pay var hökmdə. Bir var, ümum məcmui olur. Yəni, məcmusu bir yerdə istənilir. Məsələn, deyək, 12 imama iman gətirmək kimi. Fərqi yoxdur, istər 11-nə iman gətir, 1-nə iman gətirmək, ya 1-nə iman gətir, 11-nə iman gətirmək. Batildir. Gərək 12-si bir yerdə olsun. Məcmuəsi. İstiqra yox, istiqraq. İstiqra yox, istiqra başqa şeydir. İstəqrəqə. O istəqra başqa, istəqrəqə başqa. İstiqraq, yəni yayılmış fərd. Ümum istiqraqı, yəni fərd hamısına yayılıb. Ümum məcmui, yəni məcmuəsi istənilib, fərdi istənilməyib. Hamısı kütləvi surətdə bir yerdə. Elədir. Üçüncü nədir? Bədəli. Yəni mühüm odur ki, hamısından istənilmir. Biri kifayət eləyir, elə bir vacib kifayə kimi, biri. Biri bəs eləyir. Deyir ki, bunların hər birinin ifadə eləmək üçün ərəb dilində bir söz də düzəldirlər. Əgər kul sözü işlənibsə, istiğraqi üçün işlənib. Məcmu' sözü işlənibsə, ümum məcmu' üçündür. Əyyu işlənibsə, bədəli üçündür. Aydın oldu? Təqsimul am, yanqasimul am ilə əqsamin thalathə. Əl-amul istiqraqi. Əl-amul istiqraqi. Və huvə lihazu kulli fərdin min əfradil am. Ammun, yəni ümumun fərd hamısına aid hökm. Bihiyalihi, yəni fi müqabilihi və istiqlalihi, yəni bihiyalihi, yəni hər biri özü-özlüyündə və müstəqil şəkildə hökmdən payını aparıbdır. Və ləfzul məvdu'u ləh huvə ləfzu kull. Və deyir ki, onu ifadə eləmək üçün vəz olunan söz kul sözdür. Kul, cəmi, o mənanı verir. Yəni Azərbaycanda ki, bütün deyən. Əl-ammul məcmu'i və huvə lihazul əfrad bi surətin müctəmiə. Əfradları müctəmi şəklində, cəm şəklində istənilib və ləfzu dal aleyh ləfzul məcmu' ona ifadə edən söz məcmu' sözdür. Ki qavlikə əkrim məcmu'al uləma. Ta ki, məsələn, fərzən belə deyək. Deyək ki, bir nəfər gəldi məhkəmədə şəhadət verdi ki, məsələn, filan qadını ya filan kişini zina eləyəni də görmüşəm. Elədir. Deyək ki, 4 dənə şahidi gətir. 4 dənə şahidi gətir deyəndə artıq burada məcmuəsini istəyib. 4'ü də bir yerdə, eyni məclisdə, eyni yerdə şəhadətin verməlilər. Əgər 3'ü şəhadət versə, biri şəhadət verməsə, onun özü şallahlayarlar ki, sən böhtan atmısan. Artıq burada meyar nədir? Hamısı bir yerdə olmalıdır. Məcmuəsi. Yaxud məsələn, fərzən belə deyək ki, həccin əməlləri məcmu şəklində istənibdir. Ehram bağladın, beyti təvaf elədin, namazın qıldın, səy elədin, həlq elədin, daş atdın, bunlar hamısı məcmuədir. Hər hansı birinin olmama, o birə də batil edir. Yəni, məcmua bir yerdə külli şəkildə istənilibdir. Axı, məsələn, deyək, orucluğun günləri kimi, bir gün tutarım, bir gün tutmaram, tutduğuma görə savabım var, tutmadığım görə cəzam var, yəni ta ki, kəffarəm var. Birinin o birisinin əlaqəsi yoxdur. Amma namazın əməlləri kimi, həccin əməlləri kimi məcmudur, bir yerdədir. Biri istənilməyib müstəqil şəkildə. Hamısı bir yerdə, məcmu şəkildə istənilibdir. Aydın oldu? Ən bariz misalı dedim, birinci misalım ki, imamların 12'si. 12 imam bir yerdə olmalıdır. Ona görə də biz şiyələrin əqidəsinə görə fərqi yoxdur. Sünnini də batil bilirik, şiyələr də batil bilirik ki, əgər 12 imam şiyəsi deyilsə.
Yəni bizim batillikdə fərq görmürük. İsmaili şiəsidir ya sünnidir. Bir sürü fərqi yoxdur, ikisi batildir. Gəl ki 12 imamın 12-də bir yerdə qəbulləsin. Hətta 13-də qəbul etsə yenə batil görürük. Fətəhilər 13 imamlı idilər də. Əftəh, Əbdullah Əftəhin imamı, hə? Əbdullah Əftəh də İmam Sadiq əleyhissalamın oğlu. Fətəhilər, Fətəhi məzhəblər. Onlar 12 imamın bölündə bir dənə də Əbdullah Əftəhin imamətinə qail idilər. Biz onu da batıl sayırıq. 12-si bir yerdə olacaq, məcmu. Nə biri artıq olmaz, nə biri əski olmaz. 12-dən bir yerdə olmalıdır. Nəysə, xülasə edir ki, Ammul Məcmuinin sözü nədir? Məcmu sözü. Muctəmiyyən bir yerdə, muctəmiyyət yəni məcmu. Və ləfzul dal əleyhi və ləfzul məcmu sözü. Qavli ki, əkrim məcmu'l uləma. Yəni uləmanın bir yerdə, hamısının bir yerdə ehtiram saxlacına. Cim əl-ammul bədəli və huvə lihazu fərdin min əfradil am la bi'eynihi. Deyir ki, ammun fərdlərindən hər hansı birin, xüsusi olaraq hər hansı birin hökmü tətbiq edirsən. Və ləfzu dal əleyhi ləfzu əyyi. Kəqavlikə at'im əyyi fəqirin şe'tə. Məsələn, deyir ki, hansı fəqir istəyirsən ona yemək ver. Və alə zəlikə fəl-am mə qat'in nəzər anil hukm yulahəzələ əqsamin thələsə. Deyir ki, bu cür baxanda, deməli onda fəl-am, ümum şey vardır. Mə qat'in nəzər anil hukm. Hökmdən gözümüzü yumsaq da belə, yulahəzələ əqsamin thələsə, 3 qismdə təsəvvür olunur. Və likullin ləfzun xas yu'ribu anhu və hər biri içində bir söz var ki, ondan ifadə eləyir. Birinin sözü kullidir, birinci məcmuidir, birinci də əyyüdir. Onlardan ifadə olunurdu. Deyir ki, bunu deyiblər. Amma və lakinnəl əvfəq bin nisbəti ilə tərifil amil məzkur. Yuxarıda deyir ki, ammun tərifinki dedik, qaydaq tərifi oxuyaq. Şumulul hukm li cəmi əfradi mədxulihi. Deyir ki, hökm şamil olur mədxulunun cəmi fərdlərinə. Onu, deyir ki, bu tərifi əsas götürsək, onda deyir ki, daha yaxşı olar ki, aşağıda deyəcəyimiz sözü deyək. Niyə? Deyir, çünki yuxarıda deyir ki, bir qat'in nazar anil hukm. Əgər hökmdən gözümüzü yumsaq da belə, hökmə göz yumsaq da belə ammun 3 növ var. Deyir, yox. İndiki biz ammun tərifində hökmü qeyd olaraq götürmüşük isə, demişik ki, am o şeyə deyirlər ki, hökm onun bütün fərd hamısına şamildir. Əgər hökmü ammun tərifinə daxil eləmişiksə, necə ondan göz yuma bilərik? Ona görə əvfəq budur ki, yəni daha müvafiq, daha münasib budur ki, belə deyir, rubbəma yuqal, innət təqsim innəmə huvə bilihadə təəlluqil hukm. Hökmün təəlluqinə görədir. Fəməsələ, yəni nə demək istəyən Şeyx Subhani? Deyir ki, nəinki deyir, am özü biğazlı nəzər hökmü qoyuruq kənara. Yox, deyirsən, amma baxma, hökmə bax şimdi. Hökm necə mütəlləq olur? Yəni səndən tələb olunan nə formada tələb olunur? Fərd tələb olunur, məcmuəsi tələb olunur, ya hər hansı biri tələb olunur. Hökm səndən, hökmün icrası necə istənilib səndən? Fərd, hər hansı biri, ya məcmuəsi. Deməli onda hökmə baxıb amma qiymət veririk. Nəinki ammun özünə qiymət veririk. Aydın oldu. Bir dəfə məsələn fərzən belə deyir. Burada əşyalar tökülür bura. Elədir. Bir dəfə əşyaların özünə baxıb dəyərləndirsən, qiymət versən onlara, bir də var cəmaat ondan məsələn baxışına görə fərq eləyəcək. Deyir ki, biz hökmə görə baxırıq. Hökm necə istənilib? Ta ki, məsələn fərzən belə deyir. Deyək ki, Allah bizdən həcc istəyəndə, deyir məsələn, bu il təvaf elə gələr, məsələn, səyi eləyərsən, o cür istəyir. Deyir, hər, məsələn, bəzi əməllər var ki, həmən saat daldakı saatını eləməlisən. Ardından çox fasilə verməməlisən. Əgər təvafın namazını qıldınsa, dərhal get səyi elə gələn. Mən gedim hoteldə yatım, səhər gələrəm, səyim eləm, batıldır o. Çünki məcmuəsini görüb sən üçün. Aydın oldu? Deməli onda hökm necə mütəlləq olub? Məcmuəsinə mütəlləq olub, fərdinə mütəlləq olub, nəyinə mütəlləq olub? Ona görə ki, hökmdən ayırıb baxa bilmərik. Hökmün necə mütəlləq olmağına baxa bir yerdə. Bədəli odur ki, səndən istəyib ki, hər hansı bir fərd ki, sən seçəsən, sənin boyuna qoyur. Ta ki, məsələn fərzən belə deyir. Deyir ki, elə bil məsələn fərzən. Deyirəm ki, müştəriyə müraciət edirəm. Boynumda kəffarəm var. Məsələn fərzən belə deyək ki, 10 dənə fəqirə verməliyəm onu. And içmişəm, andımı pozmuşam, 10 dənə fəqirə kəffarə verməliyəm. Elədir. Deyir ki, a'ti əyyə məsələn deyir, fəqirin turid. Əl-mühimən yəkun 10. Aydın oldu. İstəyirsən bu kətdəki 10 dənə olsun, o şəhərdəki 10 dənə olsun, bu ölkədəki olsun. Ağır 10 dənə adam tap ver də. Hansı?
Bədəldir. Yəni məsələn deyək, sizin kənddəki 10 dənə bizim kənddəkinin bədəlidir. Bizim kənddəki 10 dənə onun əvəz, bir-birini əvəz edicidirlər. Yəni hər bir fərd digərini əvəz eləyə bilər. Əvəz edici, bədəldir onu. Mühüm odur ki, o vəzifəni yerinə yetirsən. Kimə tətbiq edirsən, o sənin işindir. Ya məsələn başqa misalı. Yox, məsələn fərzən belə deyək. Deyək ki, sən namaz qılmalısan. Namazın bir fərdi budur ki, evdə qılardın və burada 20 dənə otaq vardı. Hər otaqda namaz qıla bilərdin, qıla bilməzdin, qıla bilərdin. Deyir ki, ixtər əyyi fərdin minəs salat turid. Namazın hansı fərdini seç? Bu otaqda, o otaqda, biri seçdə. Bir dənə namazı qıl, harda qılırsan, o sənin işində artıq. Deyir ki, və lakinnəl əvfəq bin nisbət ilə tərifil am, yuxarıda dediyimiz tərif, ümumun tərifinə görə müvafiq budur ki, əl-məzkur, zikr olunan, huvə marub, yuxarıda zikr olunan tərifə müvafiq olaraq deyirik ki, rubbəma yuqal, yeri var ki, belə deyilsin ki, ənnət təqsim innəmə huvə bilihazı təəlluqil hükm. Hökmün necə təəlluq olmağı cəhətindən bölünür üç yerə. Məsələn, əl-ammul istiqraqi huvə ən yəkunəl hükmü şamilən li kulli fərdin fərdin. Ammul istiqraqi o deməkdir ki, hökm, o belə deyək də, kullun fərdlərinə fərd şamil olubdur. Fəyəkunu kullu fərdin vəhdəhu mevduan lil hükm. Hər bir fərd öz-özlüyündə hökmün mövzusunu təşkil eləyibdir. Vəl-amul məcmui huvə ən yəkunəl hükm sabitən lil məcmu bima huvə məcmu. Amul məcmuidə isə hökm sabitdir. Nə üçün sabitdir? O mövzu üçün ki, məcmu şəklində sabit, onlar üçün sabitdir. Fəyəkunul məcmu mevduan vahidən. Onda məcmu özü bir dənə nədir? Məcmu, hamısı bir yerdə bir dənə mövzunu təşkil eləyirlər. İstiqraqda, qulaq bir dəqiqə. İstiqraqda bu deməkdir ki, ta ki 100 dənə alim var. Düzdür? 100 dənə alim vardı. Ta ki 50-sinə ehtiram elədin, 50-sinə ehtiram eləmədin. Bu 50-sinə ki ehtiram eləyibsən, ona görə vəzifə boynundan düşübdür. 50-sinə görə cəzalanacaqsan. Yarısını eləyibsən, yarısını eləməyibsən. Məcmuda əgər 99-dan birini eləyibsən, yenə heç eləməyibsən. Aydın oldu. Çünki onun hamısı bir yerdə istənilib səndən. Vəl-amul məcmui huvə ən yəkunəl hükm sabitən lil məcmum bima huvə məcmum. Fəyəkunul məcmum mevduan vahidən. Hamısı bir yerdə səndən tələb olunub. Birini ayırasan ya onu ayırasan, yox. Hamısı bir yerdə olanda sən hökmü yerinə yetirmirsən. Vəl-amul bədəli, məsələn, meyd qusulu kimi. Qulaq bir dəqiqə, meydin qusulu nədir? 3 dənə su olmalıdır. Sidirri, kafurru, adi su ilə. Hər hansı birini tərk eləsən, qusul batildir. Fərqi yoxdur. Meydi qoyubsan qəbrə. Əgər 3 qusulunu verməyibsənsə, istər sidri verməyəsən, istər kafiri verməyəsən, ya heç birisini verməyəsən, fərqi yoxdur. Əgər üçü də tamamlanıbsa, meydi qəbrə qoya bilərsən. Tamamlanmayıbsa nədir? Yəni, hamısı bir-birinə bağlıdır. Biri deyə bilər ki, əşin, mən sidrlə kafiri vermişəm, neyinə adi suyu? Qoya bilər qəbrə meydi? Yox. Yaxud əksi, kafirlə deyək, məsələn, deyək, adi suyu verib, sidri vermir, ya məsələn, deyək, kafirlə məsələn, sidri verib, adi suyu vermir, ya əksi, hər hansı bir forması. Hansı olursa olsun, batildir. Üçü də tamamlansın ki, ondan sonra məcmuəsi bir yerdə istənilib. Vəl-amul bədəli huvə ən yəkunəl hükmül vahid minəl əfrad ələl bədəl. Amul bədəli isə o deməkdir ki, hökm səndən istədim, amma bir fərdinə tətbiq eləyəcək. O sənin işindir. Hansına tətbiq eləyirsən, elə. Tutaq ki, bir nəfər sənə pul verdi, dedi ki, hərəmə tərəf gedirsən, məsələn, sədəqə var boynunda, bir dənə fəqirə verərsən. Nəcəfdə neçə fəqir var? Deyək 100 dənə məsələn. Amma sən üçün təyin eləmədin meyar. Hər hansı birini tətbiq eləsən, səndən tələb eləyə bilməz ki, sən niyə ona verdin? Fəqirdə vermişəm, qutardı. Artıq, sanki burada şari qoyur mükəlləfin öhdəsinə tətbiqin. Fərdi tapmağa sən nöhtə qoyur. Əyyə, hansı seçirsən seç. Fəyəkunu fərdun vahid ələl bədəl mevduan lil hükmunda hökmün mövzusu fərddir, amma ələl bədəl, yəni biri digərini əvəz etmək şərti ilə. Fərdlər biri digərini əvəz etmək şərti ilə hökmün mövzusuna çevrilir. İzə ərəftə zəlikə fəyyəqavul kəlam fi fusulin. Bunları biləndən sonra ki, söhbətimiz neçə fəsildə vaqi olacaq. Əl-fəslul əvvəl, əlfazul umum, ümumun ləfzləri. Deyir ki, la şəkkə ənə lil-umumi əlfazən dallətən aleyhi imma bid-dəlalə ləfziyyə l-vaziyyə əv bil-itlaq və bimuqtada müqəddimatil hikmə. Deyir ki, ümum mənası bildirən, Azərbaycan dilində də bu cürdə. Bir dəfə sözün özün vəz eləyirlər, ümum vermək üçün.
Məsələn, deyək, bütün sözü, hamısı sözü. Uşaqların hamısını çağır gəlsin. Tələbələrin bütövlükdə hamısını deyək, bütöv, nə bilim, bu şeylər Azərbaycan dilində vəz olunur ki, ümum bildirmək üçün, şumul bildirmək üçün, hamısı, hökmün hamıya şamil olmağını bildirmək üçün. Bəzi hallarda da nədən başa düşürük? Bəzi hallarda da qeydin olmamağından o ümum başa düşürük. Tutaq ki, məsələn, fərzən belə deyək. Ehsan verəcəkdin, məsələn, hər hansı bir məclis qonu. Dedin ki, qonşuları çağır gəlsin. Çağırdın uşağı, dedin ki, məsələn, ay bala, get qonşuları çağır gəlsin. Yarısını çağırıb, yarısını çağırmasa, sabah yarısı gəlməsə, uşağı danlayacaqsan, danlamayacaqsan. Danlayacaqsan, mən dedim ki, qonşuları çağır. Düz demədim, bütün sözü işlətmədim. Amma qeyd də vurmadım ki, kimisə ayıram. Dedim, qonşuları çağır, kimi o sidq eləyirdi sözü ki, onu neynəməliydin, çağırmalıydın. Elədir. Deməli, onda qeydsizlikdən ümum başa düşürük. Bir dəfə sözdən başa düşürük, bütün, hamısı sözündən başa düşürük. Yəni, ərəbdə kul, cəmiyə sözündən başa düşürük. Əyyi sözündən, qatibə sözündən, kafə sözündən. Bir dəfə də qeydsizlikdən başa düşürük o ümumu. Deyir ki, la şəkkə ənə lil-ümumi əlfazən, heç şübhəsiz ki, ümum mənası verən bir sıra sözlər vardır. Dallətən əleyhi. Bunu dəlalət edir. İmma bid-dəlalə ləfziyyə l-vəziyyə, ya vəzən, ləfzən o sözü qoymuşlar, o sözü vəz eləmişlər. Xas eləmişlər o mənanı vermək üçün, kul kimi, cəmi kimi. Əv bil-itlaq, külli söz bizdə də işlənir, kul sözlərində külli keçmişik. Külli kainat. Azərbaycan ədəbiyyatında kulli sözün külli kimi, külli miqdarda, külli miqdarda məsələn deyir, mənimsəmə var. Külli miqdarda rüşvət alıb. Yəni, külli miqdarda həmən kul mənası. Bəli? Külli miqdarda. Əslində, ərəb dilin Azərbaycan dilindən yığışdırsa o bir şey qalmaz. Yox, zarafat eləmirəm, ha. İstər, ən azından iki dili müəyyən qədər bilirəm də, Azərbaycan dilinin, fars dilin. Ərəb dilin, Azərbaycan və fars dilin içindən yığışdırsan, söz, dil boşalar. Fikir ver, müəllim, kitab, dəftər, qələm, hakim, məhkəmə, sübut, dəlil, hamısı ərəb sözləri. Repetitor, nə? Yəni, müsəlman xalqları elə keçib ərəb dili onların dilinə, artıq çətin onu oradan yığışdırmaq mümkün olsun. Hatırlab türklərin özləri. Nə qədər kinolarında ərəb sözü işlədilir. Bəlkə bilmirik ərəb sözü. Əlbisə məsələn. Libaslı əlbisə. Biz onu yəni paltar diyorlar, əlbisə deyirlər, ərəbcə işlədir. Bizim elə sözümüz var. Nəysə, xülasə sözüm ondadır ki, yəni o dilə elə keçib ki, onları təmizləmək çətin olar. Əv bil-itlaq, yaxud da ki, itlaq nə olar? Və min muqtada müqəddimat-ül hikmə, yaxud da ki, müqəddimat-ül hikmənin iqtizasına görə olur, gələcək qabaqdalar. Hamısı gələcək keçəcək qabaqda, necə? Əmmə dal bil-vəz aleyhi, amma deyək o ki, ləfzi yolla, vəzi yolla dəlat eləyir. Fə-əlfaz-ı müfrədətin, deyək ki, bəzilər müfrəd kəlmələrdir, müfrəd, yəni sözdür. Mithl, kul, cəmi, tamam, əy, daimən. Bu sözlərdən kuldən, cəmidən, tamam, əy sözlərindən istifadə edib düzəldirlər. Vəl-əlfazul ərbə'l uvel, uvel əvvəl sözün cəmidə. O 4 dənə əvvəlki sözlər var, yəni kul, cəmi, tamam, əy sözləri. Tufidul umum fil əfrad. Bunlar deyir, əfradda ümum verir. Fərdlərdə. Və ləfzul əxir daimən söz isə yufidul umum fil əzman. Zamanda ümumiliyi verir. Məsələn, deyirəm ki, fərzən, daimən özümü sənə borclu görürəm. Şəxs bir adamdır. Amma zaman nədir? Zaman kəsimi ümumiləşdirirəm. Çox adam deyil, bir adamdır. Burada artıq ümum nədə olur? Zamanda olur. Fəqavlükə əkrim zeydən fi yevmil cümə daimən. Məsələn, bir nəfər sənə deyir ki, hər bir cümə günündə daimən, cümə günlərində Zeydə ehtiram elə. Yufidu şumulul hukm li kulli cümətin. Burada fərdi bir adamdır. İkinci adam yoxdur. Zeyddən danışır. Amma hər bir cüməyə şamil, yəni cümələr keçdikcə sən ona ehtiram elə. Və nəzir daimən ləfzat əbədən. Daimən sözünü əbədən sözünü ləfəz eləmək olar. Qalə subhanə və teala və la tənkihu əzvacehu min ba'dihi əbədən. Peyğəmbəriniz dünyasını dəyişəndən sonra heç zaman onun arvadlarıyla evlənməyin. Əzvacən nəbi. Əbədən.
Peyğəmbərin arvadı bütün dünyanın arvadı deyildi ki, ümum fərdlərdə olsun. Peyğəmbərin arvadı 8-9 dənə arvadı vardı Peyğəmbər dünyasını dəyişəndə. Əbədən nə işarədir? Zaman kəsimində, zaman boyunca, yəni qiyamətə qədər də onlar yaşasalar, onlar sizin ananın hökmündə də ondan evlənə bilməzsiniz. Ayın əvvəlindən də. إنما الكلام في الألفاظ التي يستفاد منها العموم بمقتضى الإطلاق ومقدمات الحكمة وهي ثلاثة. Deyir ki, o ki bəhsimin eləməliyik, o ki oradan ümum və şumul başa düşülür. O yuxarıdakı sözlərdir, onlar vazihdir. Onu ərəb dilində vəz edilir, kul, cəmi, qatibə, kafə sözlərini ərəb dilində düzəldilir ümum mənası vermək üçün. Bunda çox davamız yoxdur. Davamız itlaq və nədir? Qərnətlikmə yolu ilə ümumdur. O ümum ki, itlaqdan başa düşürük, qeydsizlikdən başa düşürük və qərnətlikmədən başa düşürük. Hansılardır? Vəhiyyə sələsə, üç şey iddia eləyiblər. İddia eləyiblər ki, bu üç yerdə söz olmasa, yəni kul sözü, cəmi sözü olmasa da ümum var. Kul görmürük, cəmi sözü görmürük. Yəni bütün və hamı sözlərini görməyə, yenə də oradan hamı çıxır, bütün sözü çıxır. Necə olur o? Bir, deyiblər ki, ən-nəkrəl vaqi fi siyaqin nəfi. Əgərsə bir nəkirə, yəni əliflamsız söz ola, nəkirə sözü ola, yəni mərifə deyil və özündən qabaq nəfi gəlib, nəfi ədatı gəlib, nəfiyül cins gəlibdir. Əgər nəkirə gələ və özündən də qabaq nəfi ədatlarından biri gəlsə, ona deyirlər nədir? Siyaq nəfidə vaqi olduğu üçün bu nəkirə ümum mənası verir. Deyirəm ki, la kitabə fil, məsələn, mədrəsə. Mədrəsədə kitab yoxdur. Bütövlükdə ümum verdim, vermədim. Amma bir dənə dedim, la kitabə demişdim. Nəfiyül cins elədim. Taşı məsələn fərzəndi ki, deyirəm ki, la insane tayyibən, məsələn deyək, fil yəhud. Yəhuddan bir dənə də adam balası yoxdur. Ümum verdim yəni. Amma nə ilə verdim? La ilə. Deyir ki, ən-nəkrəl vaqiə, o nəkirə ki, vaqi olur, fi siyaqin nəfi. Nəfi siyaqında. Əl-ma'ruf, deyir ki, ma'ruf, yəni qrammatik alimlərin yanında və usul alimlərində ma'ruf budur ki, ənə la-in nafiyə daxil ələn-nəkirə, əgərsə la-in nafiyə daxil olarsa nəkirə, yəni əliflamsız bir sözə daxil olarsa, nəkirə sözə daxil olarsa, nəhv, la rəculə fiddar, məsələn, tufidul umum. لأنها لنفي الجنس çünkü o cinsi nəfi eləmək üçündür. Və huwa la yen'adim illa bin'idam cəmil əfrad. Bunu qeyd edin. Qeyd edin ki, bu çox dərdüzə dəyəcək və dəfələrində deyil, hər üsul boyunca keçəcək. Bu fəlsəfəçilərin istilahıdır ki, fəlsəfədən keçmiş terminli istilahdır. Ət-tabi'a tətəhəqqəqu بأحد أفرادها الطبيعة تتحقق بأحد أفرادها ولا تنعدم يعني طبيعة ولا تنعدم إلا بعد انعدام تنعدم عدم olmur da adam تنعدم إلا بعد انعدام جميع أفرادها إلا بعد انعدام جميع أفرادها. Bu fəlsəfəçilərin dediyi bir qanundur ki, məntiqdə də istifadə edirlər, üsulda da, mümkün fiqdə də çox yerdə görəcəksiniz. Fəlsəfəçilər belə deyirlər. Deyirlər təbiət. Təbiətdən məqsəd bizim bu ətraf təbiət yox. Yəni hər hansı ismi cins, hər hansı şey. Kitab, dəftər, qələm, insan, kişi, qadın, hər hansı bir şey ismi cins yəni. Hər hansı bir ismi cins deyir ki, tətəhəqqəq bi əhəd əfradiha. Hər hansı bir təbiətin, hər hansı bir ismi cinsin baş verməsi üçün fərdlərindən biri baş tutsa, orta baş tutub. Yəni məsələn yer üzündə bir dənə insan olsa deyə bilərəm ki, yer üzündə insan var. Cəmi bir dənədir. Adəm əleyhissalam xəlq yer üzündə insan var. Yalan deməmişəm ki. İndi əgər istəyəm ki, yer üzündə insan yoxdur. Gərək onda nə olsun? Gərək bütün fərdlər inidam eləsin, ədəm olsun. Yoxsa bir dənə də qalsa, yenə də sözüm yalancı olar. Elə deyil. Demək, təbiət bir fərdi ilə baş tutur, amma aradan getməyəcək, bütün fərdlərin aradan getsin. Baş tutan zaman bir dənə fərdi kifayət eləyir.
aradan getməsi üçün, yəni bütün fərdlər aradan getsin ki, o təbiət qalmasın. Aydın oldu? İndi onu deyək ki, لأنها نفي الجنس وهو يعني kim cins la yen'adim illa bin'idami cemil efrad. Təbiət o vaxt aradan gedir ki, onun bütün fərdləri aradan getmiş olsun. Əv bi ibaretin uxra, əgər başqa sözlə desək, tədullu ala ümumi səlb li cəmi əfradin nəkrə. Ki, nəkrən əfradı üçün ümumi səlb mənası verir. Bir var səlb-ül ümumi, bir də var ümumi səlb. Yəni səlbin ümumi, yəni səlb və o səlb ümum mənasındadır. Yəni ümumi şəkildə səlb olunubdur. Nə ki əqlən. Əqlən bu cürdür. Yəni ki la rəculə fiddar. Əql nə hökm eləyir? Yəni yoxdur da. Li'anna adamut tabi'a innama yakunu bi'adami cəmi əfradiha. Çünki bir təbiətin aradan getməsi, bütün fərdlərin aradan getməsi ilə mümkündür. Deməli onda bütün fərdlər aradan gedibsə, ümum varmış, şumul varmış. Biz də bunu istəyirdik. Deməli birincisi ona deyirlər ki, ən-nəkrə fi siyaqin nəfi, əv nəhi. Nəhi və yaxud nəfi siyaqında olan nəkrə. İkincisi, əl-cəm'ul muhalla bil-lam, yəni bi-əlif və lam. Cəm siğəsinin başına əlif lam gələrsə ümum mənası verir. Məsələn deyirik ki, Allah biz demirik, Allah mütabik ki, və ma ərsəlnəkə illə rəhmətən lil-aləmin. Allah Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmlə danışanda deyir ki, Peyğəmbərin aləmdə hər şeydən üstünlüyünə dəllənən biri həmin bu ayədir. Ki, mən səni aləmlərə rəhmətdən başqa bir şey göndərməmişəm. Soruşuram, bu aləmin bir hissəsi Cəbraildir, bəli. Bir hissəsi cənnətdir, bəli. Bir hissəsi Əzraildir, bəli. Bir hissəsi Musa əleyhissalam, bəli. Bu aləmlər, əl-aləmin. Elədir? Aləm cəmdir. İynə onun əl-aləmunə cəm siğəsidir. Başına əlif lam gəlib. Əl-aləmun lil-aləmin. Li əl-aləmin də li əl-aləmindir. Aləmin sözünün başına cəm siğəsinin başına əlif lam gəlibdir. Olub nə mənası? Ümum mənası. Yəni kul mənası veribdir. Ya Peyğəmbər, mən səni kullül aləmlərə rəhmət göndərmişəm. Demək onda bu aləmdə Allahdan başqa nə varsa hamısı Peyğəmbərin rəhməti iləndir. Əgər Peyğəmbərin rəhməti kəsilsə, hər şey Allahın rəhmətinə dayanır, Allahın rəhməti Peyğəmbərdir hər şeyin üzərində. Demək onda bu aləmdə nə var istisnasız? Peyğəmbərindən, mələkindən, cinnindən, insindən, daşından, dağından, bağından, çayından fərqi yoxdur. İstisnasız Quran deyir ki, mən səni aləmlərə rəhmət göndərmişəm. İstisnasız hamısına, bütöv. Deməli onda əgər bir cəm siğəsi olarsa, başına əlif lam gələrsə, o ümum mənası, kul mənası, cəmi' mənası verir. Əl-cəm'ul muhalla bil-lam. Lamla bəzənmiş. Huli bəzənmə demək, muhalla bəzənmiş. Cəmlə bəzənmiş, əlif lamla bəzənmiş cəm siğəsi. Əlif lamla bəzənmiş, yəni başına əlif lam girmiş cəm siğəsi. Min ədəvatil umum, əl-cəm'ul muhalla bil-lam. Ümum ədatlarından biri nədir? O cəm siğəsidir ki, onun başına əlif lam gəlibdir. Kəqavli subhanahu və teala, ya əyyuhəl-ləzine amən əvfu bil-uqud. Ey iman gətirənlər, əqdlərə vəfa edin. Əl-uqud, bəli. Əqd, cəmiulu uqud, başına əlif lam gəlib. Yəni bütün əqdlər, istər müsəlmanla bağlayasınız, kafirlə bağlayasınız, kəbin əqdi olsun, siğə əqdi olsun, nə bilim deyək, alver olsun, icarə olsun, nə bilim bank əqdi olsun. Əqd bağlasın, ona vəfa edin. Əvfu bil-uqud. Bəli, nəsə dedin Seyid? Əvfu vəfa edin. Əvfu bil-uqud, yəni əqdlərə vəfa edin. Və qavlul qail, cəmə'əl əmiru əs-sağətə. Məsələn, nəfər deyir ki, əmir, yəni padişah, zərgərləri yığdı. Saiq biridir, cəmi olur əs-sağı. Deyəndə ki, padişah zərgərləri yığıb, yəni bütün zərgərlər də hamısını yığıb yanına, nə düzəltdirəcəkmiş. Zərgərlər. Saiq biri olur, cəmi olur sağı. Sağı, saiqin cəmidir. Zərgərlər. Üçüncü, əl-mufrəd, əl-muhalla billah. Bunun davası vardı. Şeyx düzdür burada, Şeyx Sübhanı burada bunu ümum ədatı kimi gətiribdi. Amma bunu adətən ümum ədatı kimi qəbul etmək istəmirlər. Bunu nəyinirlər? Bunu mütləq kimi qəbul edirlər. İtlaqın forması kimi qəbul edirlər. Müfrədin əvvəlinə gəldiyi üçün. Nəysə, şeyx deyir ki, bu da ümum ədatlarından iddia olunub, düzdür, səhvdir. Onu da sonraki hələqələrdə, sonraki inşallah kitablarda bəhs eləyəcək. Qəd uddə, onu deyir, qəd uddə min əlfazil ümum əlfazlarından sayılıbdır. Nə? Əl-mufrəd, əl-muhalla billam. O müfrəd ki,
əlif lamla bəzənib. Yəni o yuxarıda cəmdən danışırdıq. İndi müfrəddən danışır. Müfrədin başına əlif lam gələrsə, hansı ki məşhur bu deyək ki sayılır, amma məşhur bunu ümumdan saymırlar, mütləqdən sayıblar. Nəysə. Kəqavli subhanahu teala vel asr innel insane el insan lefi xusr. İnnel insane yəni el insan fil xusr. Aydın oldu? Yəni bütün insanlar. Sonra istisna illellezine amenu iman gətirənlərdən başqa və zalika bidəlili vurudil istisna alayhi. Hardan deyirsən ki bu ümum mənasıdır? Deyir ki, əgər ümum olmasa onun dalınca niyə görə istisna eləsin? Demək ümum mənası varmış ki, hamıya şamilmiş ki, bəzilərini çıxardır. Əgər bəzilərini çıxardırsa demək onda əvvəldə ümum varmış ki, bəzilərini çıxardır. Yoxsa ümum olmayanda İstisnadan sonra gələn mövsul, əlləzi mövsul ümumə burada cəm gətirdiyinə görə götürülür. başa düşmədim. Burada gəlir ayədə vəl asr innel insane ləfi xusr. Bəli. Sonra illellezine. Bu əlləzinə gəlir istisnaniyədən sonra. Bəli. Bu cəm olduğuna görə ümumi cəm götürür yoxsa elə adı nədir? Yo. De ki, əl-insan sözündə bizim davamımız əl-insandadır. Yəni innə kulləl insan. Elə bunu deməkdir. İllə kullə insanin ləfi xusr. Həqiqətən bütün insanlar ziyan içindədir. Qulaq as bir dəqiqə. Elə bir o əli götürənə kul qoyacaksın. İnnə kullə insanin ləfi xusr. Həqiqətən bütün insanlar ziyan içindədir. İllellezine amenu. Yalnız o şəxslər ki iman gətirsin. Sonra da Şeyx Subhani sualımıza cavab verir ki, hardan deyirsən ki o əl-kul mənası verir? Deyir ki, dalında gələn istisnadan başa düşürük. Əgər kul yox idisə, ümum yox idisə, nədən istisna edir? Demək, əvvəldə hamıya şamil imiş ki, bir dəstəsini çıxardıb onun içindən iman gətirənləri. Və zalikə bi dəlili vurudil istisna aleyhi dalıcan gələn istisna dəlildir ki, o əvvəldə ümum mənasıymış. Əl-fəslü thani. Həlil an bə'də təxsis həqiqətun əmməcaz. Görəsən, bir ümum təxsis tapandan sonra yerdə qalan hissəsi həqiqət mənasında olur ya məcaz mənasında. Yəni, tutaq ki, məsələn, fərzən belə deyək. Deyək ki, məsələn deyək, müştəhid bu cür fətva verdi ki, bütün seyyidlərə əgər kasıbdırsa, bütün seyyidlərə əgər kasıbdırsa, xums verə bilərsiniz. Elə. Deyək, məsələn, fərzən deyək ki, gəldi çıxartdı ki, əgər bir seyyid araq içəndirsə, ona vermə. Təxsis elədi. Əvvəlcə fətvası mücür verdi ki, hər hansı bir seyyid kasıbdırsa onu xums verə bilərsiniz. Hər hansı. Kullu sadə yəcuzu ləkum ən tədfəu iləyhi xumsəkum. Bu oldu bizim ümumumuz. Sonra gəldi bir dəstəni istisna elədi. Gəl seyyid araq içirsə ona xums vermiyor. Şək elədi bu yerdə qalanlarda görəsən. Axı biz hamısını başa düşmüşdük. Gəldi bir dəstəsi çıxdı. Əslində bütün seyyidlər kullu sadə deyəndə, yəni kim ki məsələn deyək peyğəmbərin nəslindən hamısı seyyid sayılırdı. Və hökmdə hamısından şamil idi. Kullunu hamısını bir yerdə başa düşürdük. İndi bir dəstəsini ixrac elədi ki, məsələn araq içənlərə xums vermiyor. Bunu başa düşdük. Bu çıxanı bildik. Bu yerdə ki kul sözü varmış da, bu yerdə qalan kul hissəsi vardı. Axı onun bir hamısına aiddir, bir hissəsini çıxartdı. Yerdə qalan da həqiqi mənasına qaldı ya məcazi mənasındadır. Çünki kul sözü hamısı mənasını. Bir hissəsi gedəndən sonra həqiqi mənasına qaldı ya söz həqiqi mənasına çıxdı, məcazi mənaya çevrildi. Onun bəhsi yəti inşallah. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin.